Peygamber salavatında buyurmuştur. Buradan deyil. Qonşusuna əziyyət edən, qonşusu azkən özü çox yazan bəndə Mənə iman edir. şəxs mənə iman gətirir. Deməli, qonşusunu əziyyət edən, qonşusu azkən özü çox yatan şəxs, Peyğəmbər buyurur ki, mənə iman gətirir. Hocam, sən nə bilirsən? Ne görüb? Buyur, siz. Bizim işimiz. Şirkten başladım. Geliniz. Bir hepsinize. Bismillahirrahmanirrahim. Peygamber salavatullah buyurur ki, Miraç gecesi müşahede ettiğim behişli laflarında böylece yazılmış. Kim beşteki yerini görmek istəyirsə məscidlərdə ibadətə məşğul olsun. Deməli, Peyğəmbər sallallahu meyraca gedəndə orada müşahidə etdiyi behiş qapılarına belə yazılmışdır. Kim beşdəki yerini görməksə məscidlərdə məşğul olacaq. Yəni, məscid öz evi hesab edəsin. Allah sizi ziyarətdə qəbul eləsin. Burada hacılar, məşhədlər, Kərbəlaylar da var. Yetməyənlərə də o məşhədi, hacı, Kərbəlayı qismət olsun. Allah Qardaşımız Əsmədin qardaşı. Bismillahirrahmanirrahim. Əvvəla bütün qadınları, ana bacıları təbrik edirəm. Bayramları mübarək olsun. Hamısına Allah xoş gün nəsib edir. Həzrət-i Xanım Fatimə Zəhra salamullah aleyha həm bu dünya, həm ahirət xanımlarının xanımıdır. Çox böyük bir şəxsiyyət, çox dahi bir insandır ki, Allah Taala ona behiş bəxş elədi. Həzrət Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdən gözəl bir hədis var ki, Peyğəmbərimiz buyurur ki, mən Fatiməni özümə nəinki qızım, hətta ana qərar verdim. Həzrət Xanım Fatimə Zəhra salamullah aleyha Peyğəmbərə qızlıq məqamından çox ona analıq göstərirdi, ona qayğı göstərirdi. Həm qızı, həm anası məqamındaydı. Allah qəbul edesin. Allah bu bizə var olan bu ziyarətə gedən, İmamzadə ziyarətinə gedən qardaşlarının hamısına Kərbəla ziyarəti nəsib eləsin inşallah. Allah razı olsun. Bismillahirrahmanirrahim. Bütün işler bir yere yıkılır, bir eve yıkılır. Ne elbisənsə o eve yıkılır. O evin kilidi, içki, şarap, onun hasarı ise yalandır. Allah kalsın. Sağ olun. Çok yakışıklı bir ben de bazen yazmıyorum böyle. Ziyarete gidenlerin ziyaretten Allah qəbul etsin. İşte hanımlarımızı tanırlar ki, bu hanım Fatimə Zəhraya baxıb özlərini nümunə etsin. Nümunə olsun. Yapkanlardan soruşturan ki, bir cehenneme ahsanlar ki, davak verdiler, bir namazkanlardan ki. Deməli, Müddəssir surəsi ayə 40-40 deməkdir, gecəşdirir. Günahkarlardan cəhənnəmdən düşənlərdən soruşarlar ki, bizi, yəni oda, cəhənnəmə salan nə oldu? Cavab verərlərdir ki, biz namazkanlardan deyirik. Orada deyimiz, əməl soruşmur. Həddən namaz, sonra əməl. Yəni, ayət elə, Quran belə buyurdu, belə birinci namazımız olmalıdır. Əlbəttə ki, əməlsiz namaz, əməl qəbul olunmaz. Amma elə birinci namaz, bu əməllərimizin qəbul olunması olacaq. Allah qəbul edir. Dur qardaşım, sən nə düzəndə qardaşım? Həqiqətən Allah və onun mələkləri Peyğəmbərləri salavat göndərir. Peyğəmbərə salavat göndərir. Salavat göndərir, ey iman göstərilər. Siz də Peyğəmbərə salavat göndərin. Siz də Peyğəmbərə salavat deyin və onun əmrinə tabi olun. Əhsab surəsi, ayə Allahu Akbar. Bilməyən insanların yalnız mənə ibadət etməklərindən ötürü yarattım. La
Zariyat surəsi. Deməsi, Zariyat surəsi 56. Ayə 56. Yəni, mən Allah buyurdu, cinlə insanlar yalnız mənə ibadət etsinlər deyə yaratdı. Sağ ol. Allah qabul edir. Yaz ucadan diyor ki, hikmeti Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Allah tarafından bir melek yanıma gelip dedi, Muhammed sallallahu aleyhi ve sellem. Ben senin kızı Fatıma sallallahu aleyhi ve sellem'in melekler aleminde ibadet Ali ibn Abi Talib ile ibadet etsin. Sen de yerde onu Ali ibn Abi Talib'e ibadete dahil et. Ayet 13. dedi, ha buyur. Yüzüğü gibi. Peygamber'e salavatına göre tercih edilmiştir. Kadınlara, kadınların hakkı. İdrak kızıları al. Ahmet kızı Asya, Eğitim kızı Hadice ve Mehmet salavatından kızı Fatıma Aleyhisselam onları Hadice Muhammed. Dövlet suresinde mevcut esnafların duası, Tamam, gel. Peygamber sallallahu aleyhi buyurmuştur ki, eğer Ali yaranmasaydı, Fatıma-i Zehra salavatullah layık olan bir kişi Peygamber sallallahu aleyhi buyurmuştur ki, eğer Ali yaranmasaydı, Fatıma-i Zehra salavatullah her olarak layık olan bir kişi mevcut olmaz. Yazım dedi ki, tebrik ederim. Peygamber sallallahu aleyhi ve sellem. Ucadan diyor, ben teşekkürlemeyim. Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur ki, herkesin namaz insanların şəhvəllerinden uzaklaştırır. Buyur, bəxtəm diyor, sonra ben teşekkürlemeyim. Ben de bütün bölüm arkadaşlarımızın bu ziyaretini kabul olmasını Sağdan biraz. Ziyaretlerin kabul olmasını. Ben kim öğrenen niyet, ne arzu olsa inşallah kabul olsun ve Zümer suresinin sayesinde Allah Peygamberler bendilerler bunu demeye emrediyor. Diyor ki, ey benim günah sırasında sözlerine zulüm etmekte haddi aşmış bendilerim. Allah'ın rəhmətindən ümidsіз olmayın. O həqiqətə tövbələri kabul etdikdə Allah günahları bağışlar. O həqiqətə bağışlar və rəhm eder. Sağ ol. Şübhəsiz ki, sən istədiyin hər kəsi hidayət edə bilməzsən. Amma Allah istədiyi hər kəsi hidayət edər. Və o, bütün insanları Hidayətə layiq olanlar daha yaxşı. Deməli, Qəsəs surəsinin ayə 56. Allah'tan korkanlar istisna olmakla namaz kılmıyor. Hansıları? Tekrar sen ayet. Ayet 45. Buyurun bak. Bismillahirrahmanirrahim. Kur'an buyurur. Ve idâ nusikatis sur. Kur'an'da Allah buyurur söz salınacak. Elə ki qiyamət oldu, Allah buyurur ki söz salınacaq. Ve izahum minel əzdâh ilə Rabbihim yansilun. Ve insanlar qəbirdən qalxıb Allah'ın huzuruna gidəcəklər. Ve diyəcəklər, ya veylana, vay olsun bizim halımıza. Mən bə'sina min mərqədinə. Bizi yatsıdığımız yerdən oyadan kimiydi? Hâzâ ma va'dər rəhman və sədəqəl mürkəlun. Bu, Allah'ın vədi və Peyğəmbərlərin, 124 bin Peyğəmbərlərin sözüdür ki, onlar gəldi bizi haqqa dəvət edəzlər, Allah'a tanımağa dəvət edəzlər, biz Allah'ı və Peyğəmbəri inkar etdik, indi biz təslimlikdə və məşəqqətdir. Allah bizi həmin o kəslərdən qərar verməsin. Selamun Aleyküm və Rəhmətullah. Bismillah.
Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. İmam Sadiq Əleyhisselam və başqa imamlardan da hədis var ki, analar buyurur ki, namazı yüngül sayanlar bizim şəfaətimizdə görməyəcəkdir. Və bu hədisin, sübutun, dəlilin biz Quranda da çox yerdə görürük. Məxsusən də bir yerdə var ki, Surətül Məun surəsində Allah Teala buyurur ki, Vaylul lil musallin, vay olsun o namaz kılanlara. Şimdi burada sual əmələ gəlirlər ki, onlar namaz kılanlara vay olsun, yox. Allah arkasında açıqlama verir ki, Əlləzinəhum an sələtihim səhun, o namaz kılanlara ki, onlar namazı yüngül saydılar. Əlləzinəhum yuraun və onlar riayətkardırlar. Və burada belə çıxır ki, əgər məsumlar deyir ki, namazı yüngül sayanlar bizim şəfaətimizi görməyəcək və Allah Teala da deyir ki, vay olsun o namaz kılanlara, onda elə namaz kılmalıyıq ki, gələk Allahın rəhmətinə də düçar olar və imamların, məsumların şəfaətinə də. Və Həzrət Əleyhisselam başqa bir hədisdə buyurur ki, namaz kılan bilseydi ki, namaz vaxtında onu Allahın hansı rəhməti bürüyün, o başını səcdədən qaldırmazdır. Allah bizi, Allah o rəhmətindən ayırmır. Bismillahirrahmanirrahim. Yaxşılık çəksə ibadət vaxtı üzümüzü göz qanaya və yumxasana deyil. Yaxşı əməl odur ki, insanın Allah'ın bilgisi, mələklərə, kitab və peyğəmbərimizə, kitab və peyğəmbərimizə inam olmadan Allah yolunda sən sürəsin. Bəqərə surəsi ayə 172. Deməli bəli. Peyğəmbər sallallahu buyurmuş, boynuna əziyyət edən, boynuzu az, insanı, özü çox yatan şəxslər, iman gətirməmişdir. Sağ ol, yəni namazdan sonra qiyamətdə ilk əməl qonşulardır. Yəni namaz əvvəl qonşularda, namazın varsa, əməlləri gətiriləndə birinci qonşulardır qonşularda. Burada sən nə bilirsən? Buyur. Peyğəmbər sallallahu buyurur, Allah'ın üstünə baxma vacibdir və Güzədən ne başladın? vacibdir, Quranı oxumadan əvvəl ona baxmaq vacibdir, ibadətdir. Alimin üstünə baxmaq ibadətdir. Peyğəmbər sallallahu evladına baxmaq ibadətdir. Demələ, Peyğəmbər sallallahu buyurur ki, ata-ananın üstünə baxmaq ibadətdir. Yəni, ata-ananın hörməti bu qədər olmalıdır. Quran oxumadan ona baxmaq ibadətdir, alimin üstünə baxmaq ibadətdir, Peyğəmbər sallallahu evladlarına baxmaq ibadətdir. Sağ ol. Bağışlanmaq və İslam tarixini öyrənmək istəməsində getmək, hər ziyarətinə getməyə bərabər. Peyğəmbər sallallahu buyurmuşdur, sizlərdən hər biriniz məsciddə olduğunuz zaman oradakı mələklər sizə dua edir və deyirlər, ilahi bu şəxs bağışla, Onu öz rəhmətin və mərhəmətin sayəsində qərarın verir. Çox var. Yəni ki, qiyamət günü məsciddə hörmət edənlər, məsciddə kim ki, həm ibadət edəməz, onu amanda qalır. Qiyamətin qorxusunun amanda qalan məsciddən bir də məsciddə namaz qılanlardır. Məscid öz evi istənlərdir. Məscid onlara qiyamətdə şəfayətli olacaq. Buyur. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu buyurmuşdur. Qonşularınızla yaxşı rəftar et və yaxşılıq et ki, müsəlmanlardan saylasan. Və Peyğəmbərimiz buyurmuşdur ki, Quran oxumağın və Qurana baxmağın və alimin sifətinə baxmaq və alimin arasına baxmağın özü böyük sevabdır. Və qiyamət günü Peyğəmbər sallallahu buyurmuşdur ki, qiyamət günü insanların əməl hərəsində gözəl əxlaqdan ağır şey olmayacaq. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu buyurmuşdur ki, qiyamət günü mənə ən yaxın olanınız, ən gözəl əxlaqı olanlarınızdır. Sağ ol, qiyamət günü Peyğəmbər buyurur ki, mənə ən yaxın olanınız, ən gözəl əxlaq sahibləridir.
Yani kıyamet günü insanların emek tərəfindən gözəl əxlaqdan alışıq olmaması. Buyurun. Buyurun. Müminlərin sözdə ibarət Sıradan iqadır. oruç tutanlar, namaz qılanlar və cahil yolunda və ya elm öyrənlər ilə yüzündən yaxşı sən görməyi əmr edir. Şərək çəkilmələri, ya Muhammed, ya müminlərə Peyğəmbər sallallahu buyurub, məsciddə namaz qılmağı üzürsüz səbəbdən tərk etmək, qəflət və cahillik nişanəsi və təfriqə sayılmışdır. İslamlı hədislərdə məscidin qonşuluğunda yaşayan şəxslərin yalnız məsciddə namaz qılmağı tövsiyə edilir. Qonşularının orada namaz qılmadığı məscidin qiyamət günü Allah Taalaya şikayət edəcək. Boşlara yaxşı etmək, boşlara yaxşı etmək, boşlara yaxşı etmək, insan sözünü və uzatmaya tərəf olur. İmam Sabi Əhsən bu bir qonşulara yaxşı rəhbər etmək, insanın ömründən unutulur. Duman surəsi Duman surəsi ayə 54. Sözdə elim Rəbbinizə tərəf qayıdır. Əzab gəlməmişdən əvvəl ona təslim olur. Sonra ki, cəhənnəm bir kömək olmaz. Tövbə edib Rəbbinizə tərəf qayıdır. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olur. Sonra heç bir kömək olmaz. Duman surəsi ayə 54. Kardeşlerimin ziyareti etmesine Allah'tan arz ederim ki onların ziyareti Allah Teala kabul eder. Ve bir de isterim ki ben Hanım Fatime Selamullah hakkında hadis söylemek isterim. Onun mekamının nece uzak olmağı hakkında. Buyurur ki diyor Hanım Fatime Selamullah məhşere gelecek ve yerlerle nida gelecek ki insanlar başını aşağı Peygamber kızı gelir. Ve Hanım Selamullah'a binlerle melek müşahit edecek. Ve der Hanım Fatime Selamullah cennete girende kapsının ağzında dayanacak ve geri dönüp bakacak. Allah'tan nida gelecek. Cennete daxil olan anda niye? Dönüp geriye baksın. Hanım Fatime Selamullah buyuracak. Ya Resulallah, ben istəyirəm ki, mənim məqamımı məhkəmələrinə göstərəsin. Və Allah Teala buyuracaq, ayət ki, özünə ağlayanı, özünə ağlayanları, özünə dost olanları ki, bakalım, Fatime Selamullah deyil, necə quş, sənin üstündən yaxşıların seçən kimi məhşərdən o da insanların elə seçir. Və seçdikdən sonra bunlar da cənnətə tərəf gelir. Və getdikdə o insanlar da dayanır və deməli geriyə baxar. Nida gəlir. Və siz cənnətə dönən anda niyə dönüb geriyə baxsın? Deyərlər ki, ya Əsrallah, sən məhşər əhlinə Hanım Fatime Selamullah'ı sevənləri göstərdin. Və istəyirik Hanım Fatime Selamullah'ı sevənlərin də məqamını göstərəcəm. Və Allah Teala buyurur, qayıbın siz də kim istəyirsiniz özüyle götürün, şəfaət edin. Allah Teala bizləri də şəfaət edəmişlərdən qərar versin. Allah Teala öz cəlalı xatirinə sizləri 14 məsumu sevənlərdən qərar versin. Allah Teala bizləri İmam Hüseyin aşıq eyləsin. Mustaver aləm bizləri həmişə hidayət edəsin. Şeytana lənət edib qəzimizdən tutsun. Allah razı olsun. Allah şuna. Qarış kim olsun? Nəsə bilirim. Bilirsən bir görüm qıqa? İmam Aleyhisselam İmam Aleyhisselam buyurmuş ki en güzel fazilet ilim öğrenmektedir. Hayır sağ ol. En güzel fazilet ilim öğrenmek. Sağ ol. En güzel hadislerdir. Buyur. Hepsi de. Bir gün
kəsliyə Peyğəmbər sallallahu yanına gəlib, ondan bir az azıqa istəyib və deyir ki, 3 gündür ailəm azdır. Peyğəmbər sallallahu ona azıqasını verib yola saldıqdan sonra onun qonşusunu çağırır, və deyir, heç Allahdan çəkinmirsən, 3 gündür qonşun azdır. Həmən adam azdır ki, mənim xəbərim yox idi. Və Peyğəmbər sallallahu buyurur, xəbərin olmadığına görə günahkarsan. Xəbərin olsaydı, tutanman yox, yanlış məqam. Sonra Həsən Əleyhisselam buyurur ki, yaşlarında anam Fatime-i Zəhra, Cümə namazından sonra borçların səhət, yaxın adını səhətlər adlarına gəldi və onlar üçün dua edərdi. Bismillahirrahmanirrahim. Allah Teala Nur surəsində belə buyurur. Möminlər o kəslərdir ki, nə ticarətdə, nə də alış-verişdə Allahı zikr etməkdən, namaz kılmaktan ve zəkat verməkdən yayındırmaz. Buyurun. Peki, səhvdən deyil. Yox. Qeybət etmə, bizdən birimiz ölmüş qardaşımızın əhlini yeməyə razı olardı. Qeybət etmək də elə bunun kimi bir şeydir. Quranda ayət ki, bir gün sizin iman gəlir, bir gün sizin deyim açılağa, bir gün sizin açılağa. Yəni bir gün qeybət eləmir. Bəzi edir ki, mən olanı danışmıyor, qeybət. Yəni olmuş hadisəni danışmaq qeybətdir. Çünki orada ayaqın götür yazır, izah verir. Bir gün sırrı açmıyor. Yəni siz səni olmuş yeridir. Yəni olmuş şey açılağa açmıyor, bizdədir. Onu açılağa tutur, və onu danışdır, təsəvvür etib qardaşı diyor. Ona dəst eləmə və ətin yeridir. Buna bərabər, buyurun. Hanım Zəhra buyurmuş ki, qadınların ən yaxşısı kişilərlə danışmayandır. Kişilərin də ən yaxşısı qadınlarla danışmayandır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Bir insan ki, bir möminə yaxşılıq edərsə, sanki mənə yaxşılıq edir. Mənə yaxşılıq edəmirsə, Allahdan vəz alar. Allahdan vəz alana cəhənnəm onu dəyməz. Allah qəbul edir. Həzrət Əleyhisselam buyurmuş, hər bir düşüncəsi küp qəflətdədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuş, mömin Bəli, mömin. Varlı insanlar kəslik insanlardan 500 il sonra cənnətə düşürlərsə, buna qədər ki, ölürlərsə, onlardan yazıları, kursuların haram və ya haram olması görürlər. Və onların bu yazıları harama və ya halama sərlərini Böyle hadislerde var ki, varlılar kasıblara 500'ün sonuna cennete girəcəklər. O 500'ün ərzində varlılardan kazandıkları ne kadar bağlıyorlarsa onu haram yolla yoksa halal yolla kazandığı soruşacaq. Onlar ise o malın söyledi halala veya da harama harcayacaq soruşacaq. Ve bu ayette her birisi zerre masum hesabı edecek. Gözü ben kalsın ki biraz bu hesabı iki olacak. Eyledin her zulme, sönmez taqətinlə. Hər bir zaman barışdın Allah'tan qismətinlə. Səbr eyledin her zulme,
getirdin hayata her bu bela sultanım. Sizi yürekle baş eğdim her hükmüne Hudanım. Sen getirdin hayata her bu bela sultanım. Sizi yürekle baş eğdim her hükmüne Hudanım. Sen hakemin tefridin eyavi mürtezanı, Peygamberin babası ya Fatıma ya Fatıma. Sen hakemin tefridin eyavi mürtezanı, Peygamberin babası ya Fatıma ya Fatıma. Alemlerin zehrası İmar Zeynal adını çağırır. İmar Zeynal adını çağırır. Oğlum, bu vəsiyyəti məndən qabul elə. Bu vəsiyyəti babamıza Cənab-ı Cəbrail örgədi. Babamızdan Məhəmməd Peyğəmbər salavatla Cənab-ı Cəbrail örgədi. Babamız qızı Fatmid salavatullaha örgədi. Mən də anamdan örgənmişəm bu duana. Oğlum, bu duanı İraq bölünsünəndə, çətinliyə düşəndə bu duanı deyərsən. Buranın duası hərçəndə çox müstəzə və dəqiq olar. Deyir, oğlum, Yasin və Quran-ı Kərimə xatir. Yasin və Quran-ı Kərimə xatir. Taha və Quran əzmi haqqında ey möhtacları, tələbatları ödəməyə qadir olan Allah, ey ürəklərdə sirri bilən Allah, ey ürəklərdə kini, qüdrəti silib yox eləyən Allah, ey yorğun qozuya rəhmi, körpə sütəmər uşağa oruzu yetirən Allah, ey izaha, təfsirata ehtiyacı olmayan Allah, məndən Məhəmməd Peyğəmbər salavatullah və onun ailə üzvlərinə salam göndər və mənim istəklərimi yerinə yetir. Xudabənd aləm, biz də gedirik, nə mətləbimiz var, nə arzumuz var, hamının ürəyində özünə görə bizim də mətləbimizi, arzumuzu yerinə yetirsin. Çox sağ olun. Allah ömür versin, can sağlamlığı. Duadır. Qoy kişilərə kim bilmək istər, bir kəlmədə deyim. Deyir ki, oğul, elə ki, gördün ki, Allahdan başqa köməyi olmayan bir şəxsə zülm etməkdən çəkin. Yəni, onun bir köməyi Allahdır. İndi Allah sizə ömür versin. Can sağlamlığı sizin işinizə də uğurlar, ailənizlə, uşaqlarıyla və s. kimsə. Allah mətləbinizi də versin, var olasın. Var olun. Sağ olun. Sağ olun. Yaxşı mətləblər. Yəni? Yaxşı mətləblər, yaxşı sözlər. Söhbət, olan söhbət bir dənə deyil. Cavan nəsil götürür. Mən dediyim duadır, Allah'ın kitabdandır, oğul elə belə deyil. Biz də deyil ki, seçdən, Füzuli kimi şəxs, misal, dünyanın gölmək ölkəsi tanıyır Füzuli, Məhəmməd Füzuli. Deyir, hepsi havada qoyma Füzuli, sisə səsini. Ya Rəbbim, hidayət eylə, şərqifana mənə. Füzuli dahi olur. Füzulinin qəbri Kərbaladadır. Allah sizə ömür versin. Can sağlamlığı, bütün Allah hamın işini asan eləsin, bizlədir. Allah nə məsələmiz var, nə fikrimiz var, hamıya nəsb eləsin, belə bir ziyarətlər, belə bir uzağa getməyimiz lazımdır. Allah İslamiyyətçiliyimizə qüvvət versin, təkan versin. Allah bir-birimizi mehriban eləsin. Adı namaz qılanda, cərgədə düz duranda Allah Teala o cərgənin düz durmaq haqqında hesabında yazır ki, hər kəs o cərgəni düz durarsa, bir bərabər olarsa, çiyin-çiyinə durarsa, Allah o şəxsin bir-birinə ürəyi də mehriban olar, bir-birinə yaxın olar. Hamının yan yoldaşı böğründədir.
Medine yurdumu Necef'tir zinetim Kerbela gayretim Mekke'dir evimiz Medine yurdumu Necef'tir zinetim Kerbela gayretim Meşeddir ezel günden şöhretim Her gide yol kardeş Her gide yol kardeş Ey dünya biz Müslümanız Her gide yol kardeş Her gide yol kardeş Ey dünya biz Müslümanız Üreyler ağrıda Keşmir'in mühneti Kalbimi dağladar Helestin derleri Yürekler ağrıda Keşmir'in mühneti Kalbimi dağladar Qarabağ derdimiz alemler ağladar Azerbaycanımın lalezar torpağı Düşmanlar içinde solup yarpağı Azerbaycanımın lalezar torpağı Düşmanlar içinde solup yarpağı Her yol kardeş Her gider yol kardeş Ey dünya biz Müslümanız Her gider yol kardeş Her gider yol kardeş Ey dünya biz Müslümanız Bugün kan yakar Köylerde bu dertten yıldırımlar sakar Irak'ta ümmetin bugün kan yakar Köylerde bu dertten yıldırımlar çakar Analar yollara hasretle bakar yol kardeş, her gider yol kardeş. Ey dünya, biz Müslümanız. Her gider yol kardeş, her gider
ey dünya, biz Müslümanız. Her bilen yolda, şer bilen yolda. Ey dünya, biz Müslümanız. Her bilen yolda, şer bilen yolda. Ey dünya, biz Müslümanız. Ey dünya, biz Müslümanız. Ey dünya, biz Müslümanız. Elleriniz ağrımasın, Allah mübarek eylesin. Doğrudan da dünyanın her bir yerinde olsa biz azerliğimizi, vatanperverliğimizi ve Müslümanlığımızı, caferliğimizi biz hiç vaxt unutmayız ve unutmayacağız inşallah. Altı nəfər məsum insan Hüzrət Abbası tərif edir. Birinci, Əli əleyhissalam özü ki, həm onun atası idi, həm də imamı idi. Əli əleyhissalam, onun anası Ummul Bənin idi, bilirsiniz. Ummul Bənin Həzrət Əlinin xanım Zəhradan sonra evləndiyi xanım idi, Həzrət Fatımə Zəhradan sonra. Ummul Bəninlə evlənir və evləndiyi gecə dua edir, Allahla danışır, deyir, ilahi, mən bu xanımı seçdim, onun tarixi var, onu xüsusi seçir, evlənir onu, əqilə tapşırır, bu məsələni danışmaq istəmirəm. Mən bu xanımı xüsusi seçdim, neçə səbəbdən. Bir, ona görə ki, Fatimədən sonra mənim heç seçim yox idi ki, mən həmdərd olsun, həmdəm olsun, mən tək qalmışım. Mən də istədim bir layiqli həmdəm seçəm. Hərsən xanım Zəhra ola bilməsə də, amma mənim dərdimi bölüşsün. İkincisi, səndən bu gecə mən dua eləyib istəyirəm ki, bu xanımdan mənə bir oğul verəsən ki, mən onu böyüdüm və Kərbəlada mənim oğlum Hüseynə kömək eləsin, ona dəstək olsun.
Mən bilirəm oğlum şəhid olacaq və qadınlar əsir olacaq. Amma mənim də haqqım var bir şey səndən istəyəm ki, elə bir övlad mənə ver ki, o Hüseynə dəstək olsun, onun qəmlərini bölüşsün, ona köməkçi olsun, canı ilə onu müdafiə eləsin. Ondan sonra Həzrət Abbas dünyaya gəldi. Həzrət Abbas dünyaya gələndə də deyirlər hələ beşikdə idi, İmam Əleyhisselam onun qollarından öpdü, göz yaşı tökdü, ağladı. Dedi ki, bu qollar Hüseynin yolunda kəsdi. Anası götürdü Ümmülbənin, götürdü Həzrət Abbası, illər bir doladı Əleyhisselamın övladlarının başına, İmam Həsənin, İmam Hüseynin, Həzrət Zeynəbin başına doladı. Mən bunu, bu övladımı bunlara nəzd edirəm, bunlara fəda eləmək istəyirəm. Bu birinci hədis Əleyhisselam. İkincisi, xanım Zəhradan hədis çox da qiymətli və eşitməli sözdür. Hədisdə var, Peyğəmbər qiyamət günündə ümməti deyəcək. Ümmətin bağışlanmağını istəyəcək məhşərdə. Peyğəmbər rəhmətin lil aləmindir, Allahın geniş rəhmətidir. Peyğəmbər qiyamətdə öz ayında olmayacaq. Peyğəmbər ən ali məqamdadır. Məhşəri gəzib günahkarları dua edəcək. Peyğəmbərə ilk danışıq icazəsi veriləndə ilk sözü bu olacaq ki, ilahi, ümmətimi bağışla. Hədis bu belədir ki, Peyğəmbər dua eləyəcək, sonra Əleyhisselamı çağıracaq, deyəcək, get qızım Fatiməni çağır ki, dinən atan çağırır, gəlsin mənə şəfayətdə yardımcı olsun və öz şəfayət vasitəsini gətirsin. Hansı vasitə ilə cəmaata şəfayət edir. Əleyhisselam gedib xanım Zəhraya bu sözü deyəndə, baxır deyir, ya Əbəl Həsən, ya Əmirəl-Möminin, narahat olma. Kəfana liəcliha vəl-məqam əl-yədan əl-məqtuatan min İbniyəl-Abbas. Buyurur ki, xanım Zəhranın Əlizam, narahat olma. Bütün qapılar bizim yüzümüzə bağlı olsa, ümmətə şəfayət eləmək üçün mənə oğlum deyir. Oğlum Abbasın kəsilən iki qolu kifayətdir. O iki qolu əlimdə saxlayacam və elə bu kifayətdir ki, bütün məhşərə şəfayət edir. Xanım Zəhradandır ki, burada iki məqam var bu hədisdə. Bir budur ki, Həzrət-i Zəhra, Həzrət-i Əvəlfəz vasitəsi ilə şəfayət edəcək. İkincisi də xanım Zəhra İbniyəl-Abbas deyir, oğlum Abbas, oğlum Əvəlfəz. Üçüncü hədis İmam Hüseyn əleyhissalamdandır, Həzrət-i Əbəlfəz barədə ki, bunu demişik, amma biraz düşünsək görərik, çox böyük sözdür. İmam Hüseyn ağa məsum imam ola Aşura günü Həzrət-i Əbəlfəzi çağıranda deyir, binəfsi ənd ya əxi, qardaşım, canım sənə qurban olsun, canım sənə fəda olsun. Bütün aləm İmam Hüseynə fədadır, bütün aləm İmam Hüseynin canına fədadır. İmam Hüseyn Həzrət Əbəlfəzə bu sözü deyir ki, binəfsi ənd, Hüseynin canı sənə qurban olsun. Üçüncü. Dördüncüsü İmam Səccad əleyhissalamdandır. Dördüncü İmamımızdan. Buyurur, İnnə lil-Abbas indəllah təbarəkə və teala mənzilətən yəğbituhu biha cəmi'u'ş-şuhəda yevməl-qiyamə. Əvvəlfəz üçün qiyamətdə elə bir məqam var mənim əmim Abbas üçün ki, bütün şəhidlər qiyamətdə qift eləyəcək, kaş onun məqamına fəda. Bütün şəhidlər. Nə qədər ki, şəhid olacaq. İkinci hədis budur. Rəhiməllah əmmiyəl Abbas fələqəd asərə və əbla və fəda əxahu binəfsi hətta qutiət yəda thumma əbdələhumə ləhu cənaxəyn yatiru bihimə mə'al mələikəti fil cənnə. Bu da bir hədisdir İmam Səccad əleyhissalam. Buyurur, Allah rəhmət eləsin əmim Abbasa ki, çox çalışdı, mübarizə apardı və qardaşı Hüseynin yolunda canından keçdi. Amma canından keçməmişdən əvvəl iki qolunu qurban verdi. Və Allah bu iki qolun əvəzində ona iki qanad verdi ki, o qanadla
mələklərlə bir yerdə cənnətin istədiyi yerində pərvaz edir, istədiyi yerində qərar tutur. Bu da İmam Səcəd əleyhissalamdan. Bir hədisdə İmam Sadiq əleyhissalamdan. Buyurur, Kana ammunəl Abbas İbn Ali nafizəl bəsirə sulbəl iman. Çox dəyərli sözlərdir. Buyurur, bizim əmmimiz Abbas bəsirət sahibi idi. Bu yaxşı dediyimiz məsələ. İmamını tanıdı və imamı üçün canından keçdi və iman cəhətdən ən güclü insan idi. Ə'təkə ya ammiyə minəl cənan əs-səha. Əs-səha mənzilən və əfzələha qurəsən. Dua eləyir Əvvəlfəz ağanı. Deyir, əmi, Allah sənə cənnətdə ən uca məqam, ən geniş mənzillər nəsib eləsin. Və rəfəə zikrəkə fil-illiyyin. Allah sənin zikrini, adını illiyin ən uca məqamdır. Bir göylərdə əziz tutur. Sənin adını ucaldır. Lə'nəllahu mən cəhilə haqqək. Allah lənət eləsin sənin haqqı tanımayanlara. Və axırıncı hədis İmam Zaman ağadandır. Buyurur, Əssəlamu aləl Abbas ibn Əmiril Müminin əl-Mubasi əxahu binəfsih. Salam olsun mənim əmim Əvvəlfəzə ki, canlı qardaşına fəda elədi və dünənni sabahına tədarük elədi. Özü fəda oldu, Hüseyn əbədi qaldı. Söz çox böyük sözdür. Çox böyük sözdür. Hüseynin əbədi qalması üçün canını fəda elədi. O fəda oldu ki, Hüseyn əbədiyyət qazandı. Və şəhadət verirəm ki, sən bir an süstlük eləmədin və vəzifəndən agah oldun, bəsirətlə can verdin. Niyə bu məqama çatdı Əvvəlfəz ağa ki, 6 məsum onu təqdir eləyir? Birincisi budur ki, imanı var idi. Əbd-i salih bəndi. İkincisi budur ki, İsar eləmişdi. İsar bilirsiniz nədir? İsar, biri var, insan infaq eləyir. Yəni, bir nəfər məndən bir şey istəyir, imkanım var. Ona deyərlər infaq. Biri də var İsar. İsar odur ki, özüm ehtiyacım var, özüm istifadə eləmirəm, başqasına verirəm. Əvvəlfəz ağa İsarın nümunəsini göstərdi. Gəldi Fəratın suyundan, götürdü oğcuna. Fərat saniyə. Götürdü oğcuna. Səhv yazırlar ki, dodağına yaxınlaşdır. Dodağına yaxınlaşdırmaz. Baxdı suya, bunu düşmən danışır. Gezdin qoşundan olanlar deyir, biz gördük. Götürdü və dedi, ya nəfs, min bə'dəl Hüseyin huni, fəbə'dəhu lə kunti ən təkuni. Dedi, ey nəfs, ki, sağ qalmaq istəyirsən, səndən sonra yaşamaq istəyirsən, sən xeymədə susuzdur, sən sus istəyirsən içəsən. Sən ki, içsəydi qınamazdılar, getmişdi su gətirə, özü suya satır, içə də bilərdi, haqqı var idi. Amma Həzrət Əvvəlfəzin məqamı bu şeydən çox uca idi. Və üçüncüsü, ən əsası budur ki, Həzrət Əvvəlfəz bəşirət sahibi idi. Ən vəfalı insan idi İmam Hüseyin. Tarixə baxın, nə qədər adam etiraz edir İmam Hüseynə, dedi, getmə, şəhid olarsan filan. Bir dənə nümunə tapa bilməzsiniz ki, Əvvəlfəz ağa nəinki etiraz, soruşmadı ki, hara gedirsən. Bir dənə sual tapsız mənə göstərin ki, Həzrət Əvvəlfəz soruşa İmam Hüseyndən ki, hara gedirsən, bu yol nə yoldur, niyə Zeynəb aparırsan? Bir dəfə tarixində görünmədi ki, soruşsun. Və Aşura gecəsi İmam Hüseyin deyəndə ki, kim istəyirsə getsin, mən qalıb döyüşəcəm. Birinci Həzrət Əvvəlfəz ayağa durdu ki, qardaş, bu canın nə qədər qiyməti var ki, səndən sonra yaşasın? Bu canın nə qədər dəyəri var ki, bizə deyirsən ki, səhəri gün əvvəl dinlər qardaşlarını çağırdı, dedi, gedin. Deyirəm, canım çıxmamış, gözünün qabağında siz şəhid olasınız, sizin dağınız mənim ürəyimə çəkilsin, sən yolu. Sizin müsibətinizə dözün, sevinin, bilim ki, qardaşlarım haqqın yolunda şəhid olur. Ondan sonra gəldi, deyirlər, bir halda gəldi ki, o susuz adam neyəcə suya tərəf gələr, gəldi İmam Hüseyin ağaya dedi ki, icazə ver, mənim da ürəyim dözmür, mən istəyirəm gedən meydana. İmam da mən hələ də bilmirəm, çox adamlar da bilmir ki, hələ əvvəl döyüş icazəsi vermədi, belə axıra qədər vermədi. Ona dedi ki, get su gətir, əgər getmək istəyirsən. O getdi
İmam Hüseyin ağa xeymədə dayanıb. Bəzi yerdə var İmam Hüseyin də ondan biraz getdi hər halda. Bir xeymədə dayanıb birdən gördü ki, şeir səsi gəlir. Əvvəlfəz şeir oxuyur. Deyir, əgər sağ əlimi kəssöz, bilindi ki, sağ əli kəsilib bu şeiri deyir. Əgər sağ əlimi kəssöz də, and olsun Allaha, əlimi Hüseynin ətəyindən ayıra bilmədi. Biraz keçdi, gördü, şeir oxuyur, deyir, sol əlimi də kəssələr, düşmən qabağından qaçmaram. Bəlli oldu ki, sol əlini də kəsdilər. Deyirlər, o vəziyyətdə özünü su qablarının üstünə atdı, o suyu ki, gətirirdi xeymələrə uşaqlar üçün. O özünü su qablarının üstünə atanda, deyirlər, həmin məqamda o dəmir sütunla başına vurdular, çox ağır zərbə vurdular. Mən bağışlayasınız, İmam Zaman bağışlasın, deyirlər ki, İmam Hüseyin onun başı üstə gələndə gördü ki, beyni tökülüb cənazəsinin kənarına. Ondan sonra ox da vurdular, gözünə batdı. İndi başa düşülür bütün bu deyiləndən sonra ki, İmam Hüseyin niyə onun başı üstə gələndə dedi, Əl-an inqətə zəhri və qəllət xiləti. İndi mənim belim sındı və indi mən adamsız qaldım. Heç kəsə bu sözü deməmişdi, Həzrət Əbəlfəz ağaya bu sözü dedi. Ondan sonra gördü Həzrət Əbəlfəz də ağladı, dedi ki, qardaş, bu məqamdakı cənnətə gedirsən, Allahın rəhmətinə qovuşursan, sənin ağlamağın səbəbi nədir? Buyurdu ki, mən ağlayıram ki, mən ölürəm, şəhid oluram, başım sənin dizinin üstündədir. Birazdan sonra sən meydanda tək qalıb şəhid olanda, bəs kim gələcək sənin başı dizinin üstünə alan? Və anası Ummul-Bəninin istəyirəm nohəsini sizə deyəm, rozəsini deyəm və sözümü tamamlayam. Dillər gəlirdi Bəqi qəbristanında, elə ağlayırdı ki, Ummul-Bənin. Dillər hətta düşmən də deyən taqət gətirə bilmirdi onun nalələrini. Hətta Mərvan deyir, daşın üstü otururdu hərdən, yazıblar tarixdə. Mərvan gəlib Ummul-Bəninin yanında otururdu, o ağladıqca Mərvan səsini onun səsinə qoşurdu. Mərvan İbni Həkəm kimi rəzil bir insanın ürəyinə, daş ürəyinə o sözlər təsir qoyurdu. Otururdu, deyirdi ki, ay Kərbəlanı görənlər, ay Kərbəlada olanlar, mən Kərbəlada olmamışam, amma mənə danışıblar. Orada görənlər deyir ki, əvvəl mənim oğlumun sağ əlini kəsdilər. Görəsən, düzdür bu. Deyirlər, sonra onun sol əlini kəsdilər. Ondan sonra deyir, gözünə ox vurdular mənim övladımın. Ondan sonra deyir, canım Abbas, əziz övladım, mən bilirəm ki, sənin qolların bədənində olsaydı, heç kəs cürət eləyib sənin qabağına çıxa bilməzdi. Sən döyüşə yox, su gətirməyə getmişdin deyə sənə hücum elədilər. Və deyir, mənim ürəyimdə bir qüssəm var, bir qəmim var. Bir qəmdir ki, mən ürəyimdə saxlayıram, o da budur ki, kaş mən Kərbəlada olardım. Mənim oğlum atdan yerə düşəndə, onun başını dizimin üstünə alıb, qoymazdım oğlum quru yer üstə yatsın. Qoyardım başını dizimin üstünə. Deyirlər, bu sözü deyəndə Zeynəb də Mədinədə idi. Zeynəb gəlib kənarda dayanıb ağlayırdı. Amma bu sözü deyəndə baxdı Ummul-Bənnə. Dedi, bu mətləbi bil, yanma çox fəraqinə. Ummul-Bənin yerə yıxılmadı, aldı anam qucağına. La havlə və la quvvətə illa billah, əl-aliyyil azim, əla la'nətullah, aləl qavmiz zalimin. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əhsən. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Allah Teala arasında olanların hamısına belə gözəl ziyarət əşyaqları nəsib edəsin inşallah. Gəlin. Savabı eləcəğin yazırlar. Bir dənə günahı bir yazırlar. Onu da 9 saat mühlət verirlər, tövbə eləsən iş yazmasınlar. Yazandan da sonra tövbə eləsən qəbul edir. Özü də bir cavanlardan tez qəbul edirəm. Ta qocalardan. 15 yaşında uşaq daş hasta bir nəfərin şişəsini sındırsa, tamam qonşular işə deyər anlamayıb. O ev şişə sahibi də qəbul elər. Anlamayıb. İndi 40 yaşında bir daş atıb birinin şişəsini sındırıb. Kimə deyək bu 40 yaşında anlamır.
Deyərlər bu 40 yaşında anlamaz və nə vaxt anlar. O adamı ki, hələ çox adam 40 yaşından sonra uşaq başı modu vurdurur. Bilirsiniz də? Çox adam cavanlığında gün görməyib, qocalıqda onları tədarik edir, qəza edir. Gün görməyən daylıqlar, gün görcağın oynaqlar. Belə. Çox adam o cavanlıqdakı məhrumiyyətləri taza cübran edir. 40 yaşına yetişir, gene yalan danışır, gene günah edir, gene haram yiyir, gene namaz kılmır. Şeytan elini çeker onun üzerine, diğer deden kurban olsun bu üzere, day adam olmaz. Olsaydı 40 yaşına dönüyorlar da olmazdı da. Ve çehel گذشت عمرت نشدی ز جهل خالی. Allah cavanlardan tez tövbəni qəbul edir. Buyurur, İzzət-i cəlalımı and olsun, bu sütəmər uşaqlar olmasaydı, bu məndən qorxan təqvalı cavanlar olmasaydı, bu kəmər həmidə qocalar olmasaydı, göyü başının üstündə dəmir elərdim. Yeri ayağısın altında misdən möhkəm elərdim. Nə göydən bir qətrə yağış göndərərdim, nə yerdən bir dana buğda gövərdərdim. Günahlar